Ay adı güzel Fatıma Gülü Hazreti Bibi Ya Rahimatan. İmam Sadiq Peyğəmbərdən bunu nəql edir ki, Allah öz Peyğəmbərlərinin birinə belə vəhy elədi. Dedi, İzzət və cəlalıma and olsun, hər kəs məndən başqasına ümidvar olsa onu naümid eləyərəm. Xalq arasında alçaqlıq və zəlillik libasını ona giyindirərəm. Onu öz fəzlimdən və neymətimdən uzaqlaşdıracam. Çətinliklərin həlli mənim əlimdə olduğu halda mənim bəndəm çətinlik zamanı ümidlə, arzu ilə başqasının əlinə göz dikir. Heç nəyə ehtiyaclı olmayan, səxavətli, bağışlayan mən olduğum halda məndən başqasına ümidvar olsun. Bağlı qapıların açarı mənim əlimdədir və mənim qəbul, cavab qapım məni çağıranların üzünə açıldı.